Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah rəhmət etsin şəhidlərimiz. Dostumuz, çok yakın dostumuz, değerlimiz, bütün şehitlerimize rahmet eylesin. Asım Qoçaq bir olaydı. Qoçaq göründü getdi, şehit oldu. Bütün şehitlerimize Allah rahmet eylesin. Şehit. Şəhidlərimizə rəhmət eləsin. Amin. Cəmi şəhidlərin ruhuna bir dənə salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme eğfir lil müminine vel müminat vel müslimine vel müslimat ve bil hakki suretil mübareketil fatihatil Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratal lezîne en'amte aleyhim ghayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Allah rahmet eylesin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah hamımızın ziyarətini qəbul eləsin. Bu mehribançılığımızın, canımızın salamatçılığından ötürü Peyğəmbərə bir salavat hədiyyə ediyoruz. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah birliğimizi görsün. Allah Ali Başkomandanımızı görsün. Allah böyle bu birliğimizi, bu şəhidlərimizi her zaman böyle ziyaret eləməklərimizi Allah bizlere həmişə nəsib eləsin. Amin. Şəmistan bayaq qeyd elədiyi Ulu Öndərimizin məzarı üzərində bugünkü gün biz Ulu Öndərimizin mayın 3-ü Ulu Öndər, Azərbaycanın yaradıcısı, Türk dünyasının böyük oğlu Heydər Əliyevin bugünkü gün 103 illiğini qeyd edirik. Ulu Öndərin məzarın abidəsini ziyarət elədik. Ondan sonra da gəlib bizə vətəni bəxş edən, bu vətəndə rahat yaşayırıqsa, başda Ali Başkomandana, şəhidlərə, qaziyə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu, polislərimizi, xalqımızı, millətimizi qorusun. Burada da gördüğümüz kimi yardımlının polisi, şairi, həkimi, nə bilim, iş adamları, ziyalıları, idman ustaları var. Bizim borcumuzdur ki, bütün tədbirlərimizin əvvəlində Ulu Öndərimizin abidəsi və şəhidlərimizi ziyarət edək. Yaşasın Azərbaycan, Qarabağ, Azərbaycandır. İcazənizlə gedir. Mustafa, siz de